Konstitusiya və suverenlik ilinə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciəti. Biz Azad Xankəndində Azərbaycan qeyri-hökumət təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsinin bəxtiyarlığı içərisindəyik. Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi, qənaətlərini bölüşdü. Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb. Dünya əhalisinin 80%-nin yaşadığı qlobal cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis edilmiş qlobal cənub QHT platforması daimi mənzil qərargahı kimi Bakını müəyyən edir. Bu, qlobal müstəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub. 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Proses sürətlə davam etdirilir. Azərbaycan post-münaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sesiyası gələn il məhz Azərbaycanda keçiriləcəkdir. Azərbaycan QHT-ləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka ciddi hazırlaşır. COP29-da əldə edilmiş təcrübə bu prosesdə QHT-lərə olduqca böyük fayda verir. Bugün süni intellekt və rəqəmsal həllər dövründə rəqəmsal QHT konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi ölçülən nəticələr əldə etməyə, səmərəliliyi xeyli yüksəltməyə şərait yaradır. Cənab Prezident, biz Azərbaycanı qələbədən qələbəyə aparan siyasətinizi tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi sizin tarixi missiyanızı alqışlayırıq. Bu ilin 8 avqustundakı Vaşinqton zirvə görüşü də sübut edir ki, Konstitusiya və suverenlik ili Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək. Təkcə son bir ayda 4 qlobal toplantıda New Yorkda BMT-nin Baş Assambleyasının sesiyasında, Kopenhagendə Avropa Siyasi Birliyinin zirvə toplantısında, Azərbaycanın ev sahibliyi ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının zirvə görüşündə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Misirdə Yaxın Şərq Sülh Samitində sizin iştirakınız, dünya miqyasında qazandığınız böyük nüfuzu, dərin hörməti, Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş etdirir. Biz sizinlə fəxr edirik. Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü, bu suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq.